Salam, kanalımızın dəyərli abunəçiləri. Bugün sizə daha bir maraqlı sualın izahını verəcəm. Sualda deyilir, kub formalı hüceyrələrdə səth sahəsinin həcmə nisbəti ilə diffuziya sürəti arasında asılılıq qrafiki necə olar? Və burada müxtəlif qrafiklər verilib, biz bu qrafiklərin içərisindən doğru cavabı tapmalıyıq. Bunun üçün yenə də gəlin əvvəlcə dərsliyimizə müraciət edək. Və burada dərsliyimizdə maddələrin hüceyrə membranında daşınması mövzusunda diffuziya sürətini ölçmək üçün bir təcrübə aparılıb. Müxtəlif ölçülü kublar götürülüb və burada böyük ölçülü kubun tilinin uzunluğunun 10, kiçildikcə baxın hər birinin tilinin uzunluğu veribdir. Gəlin birinci üçün hesablayaq. Birinci kubun tilinin uzunluğu 1 millimetrdir. Bu zaman kubun səthinin sahəsi neçə olacaq? Bir üzünün sahəsi 1-in kvadratı 6 üzü olduğu üçün bir də 6-ya vuracaq, eləyəcək 6 kvadrat millimetr. Bunu yazdıq. Həcmini tapmaq üçün isə kubun həcmi en vurulsun uzunluq vurulsun hündürlük. Yəni 1 vurulsun 1 vurulsun 1. Çünki tili 1 millimetrdir. Bu da eləyəcək elə 1 kub millimetr. Bunu da yazdıq. Və həcmin səthin sahəsinin həcmə nisbəti 6-nın 1-ə nisbəti. Bu da elə 6-ya bərabər olacaq. Hər biri üçün ayrıca hesablaya bilərik, amma vaxt itirməmək üçün bir də gəlin ən böyüyünə baxaq. Tilinin uzunluğu 10 olana, yəni bu kuba. Və burada kubun səthinin sahəsi olacaq. Bir üzünün sahəsi 10 vurun, yəni 100. 6 üzü olduğuna görə üzü də 6-ya vururuq. Eləyir kubun səthinin sahəsi 600 kvadrat millimetr. Həcmi isə en vur uzunluq vur hündürlük. Yəni onun kubu. O da eləyəcək 1000 kub millimetr. Bunu da yazdıq bura. İndi sahənin həcmə nisbəti 600-ün 1000-ə nisbəti. Bu da eləyəcək 0-dan 10-da 6. Gördüyünüz kimi kiçik ölçülü kubda sahənin həcmə nisbəti daha böyük 6-dır. Böyük ölçülü kubda isə sahənin həcmə nisbəti 0,6 daha kiçik rəqəmdir. Və kiçik ölçülülərdə diffuziya sürəti daha böyük olur. 20 saniyəyə boyanmışdır kub. İri ölçülü cisimlərdə isə 600 saniyədə boyanmışdır. Yəni diffuziya daha zəif getmişdir deməkdir. İndi burada da bizim tapşırığımızda da soruşur ki, tapşırığımıza qayıdaq. Tapşırıqda soruşur ki, kub formalı hüceyrələrdə biz bilirik ki, bizim hüceyrələrimiz 3 ölçülüdür də. Eni var, uzunluğu var, hündürlüyü var və bu hüceyrələrdə də səth sahəsinin həcmə nisbəti artdıqca bu o deməkdir ki, əgər bu nisbət sahənin həcmə nisbəti böyükdürsə, deməli o kiçik ölçülüdür. Baxın, tapşırıqdan biz onu gördük. Sahənin həcmə nisbəti nə qədər böyükdürsə, deməli o kiçik ölçülüdür. Ona görə də kiçik ölçülülərdə də diffuziya sürətli getdiyinə görə onda tapşırığımızın da düzgün cavabı necə olacaq? Sahənin həcmə nisbəti artdıqca diffuziya sürəti də artacaq. Bunu başqa bir nümunə üzərində də deyə bilərik. Məsələn, bizim hansı orqanlarımızdakı diffuziya gedir? Məsələn, ağciyər alveollarında və yaxud da bağırsaqlarımızda bağırsağın divarından sorulma prosesi gedir. Gördüyünüz kimi bu cür orqanların içərisində qırışlar olur, məsələn, xovlar və yaxud bağırsağın içərisində xovcuqlar və yaxud da ağciyərlərin içərisində alveollar bu orqanların səthinin sahəsinin artırılmasına xidmət edir. Və səthin sahəsinin artması da diffuziyanın sürətlənməsinə gətirib çıxardır. Ona görə də sualımızın düzgün cavabı A variantı olacaq. Yəni, səthin sahəsinin həcmə nisbəti artdıqca diffuziya sürəti də artacaq. Çünki sahənin həcmə nisbəti böyüdükcə, əgər böyükdürsə, bu kiçik ölçülü hüceyrələr deməkdir və kiçik ölçülülərdə də diffuziya sürəti daha sürətli gedir. Diqqətiniz üçün təşəkkür edirəm.